Hər kəsə salam, dəyərli izləyicilərim. Birinizi xoş gördük. Bu gün sizlər üçün çox yumşaq, çox ləzzətli Bakı mütəkkəsini hazırladım. Öncə 4 stakan un tökürük, 600 qram edir. Üzərinə yumşaq yağ, qara yağı tökürük və əlimizlə umac kimi belə umac halına getiririk. Ayrı qabda 200 qram xama, 1 yumurta qarışdırırıq. 10 qram qabartma tozu qatırıq ilğımın və 100 qram şəkər tozu qatırıq və qarışdırırıq. Tez bir xəmir yoğururuq. Belə yumşaq xəmir alınır və 1 saatlıq qoyuruq soyuducuya salafanın içində. 4 gündəyə bölüb. İndi içlik hazırlayırıq. İçlik üçün ilğımın xilini almışam. Çox bəyəndim. Siz də işlədin. Qoz təqribən 300-400 qram qoz götürürük. Əlavə 1 stakan şəkər tozu qatırıq. Qarışdırırıq. Sonra üstünə 1 yumurta sarısı qatırıq. Belə içlik alınır. Soyuducudan hər gündəni çıxartırıq. Belə yumru formada açırıq. Qıraqlarını kesirik və 12-16 yerə bölürük. İçliyi qoyuruq içinə və belə mütəkkə kimi düzəltirik. 16-18 dənə də çıxır. Biraz balaca alınır. Çalışın eyni formada olsun. Yaxşı olar ki, xəttkeşlə belə onda çox eyni formada çıxacaq. Üstünü yığılmış şəkər pudrası ilə 175 dərəcədə hazırladım.